Bu gördüyünüz uşağın atası hal-hazırda avariya düşüb, işləyirmiş əvvəllər. İndi elə bir xəstəliyə tutulub ki, hazırda ağzı, dodaqları bir araya gəlmir. Dayandıq elədik ki, ağzımdan su axır, işləyə bilmirəm, eləyə bilmirəm. İstəyirik ki, onu müalicə eləyək. Bu uşağın inşallah gələcəyi üçün atasını biz ayağa qaldırıq. Salam aleykum, bura Balaxanadır. Dostlar, gəlmişik Aysel xanımın evinə. Aysel xanım bir-iki dənə söz demək istəyir sizə. Bu uşaqlar sizin uşaqlarınızdır. Bəli. Nə gözəl uşaqlardır bunlar belə. Sənin adın nədir? Həcər. Həcər. Sən bu uşağın adı nədir? Nurəl Leyla. Həcər, nə istəyirsən? Atan üçün nə istəyirsən? Mən atamın sağlamağını istəyirəm. Bana qarşı mənim elə dərdim var ki, sənin sıfıra düşmüşəm də, qalxa bilmirəm ayağa. Çox pis vəziyyətdəyəm. Sizi sıfıra salan şey nədir? Nə olub? Bu onkoloji xəstədir, imkanım yoxdur, gücüm çatmır eləməcə müalicəsinə. Birini elətdirmişik, indi təkin deyə bilmirəm, bundan da 2-0 var. İstədiyin tək şey yoldaşının sağalmağıdır. İstədiyim tək şey onu sağalıb, ayağa qalxıb, gedib çörək pulsunu qazanmaqdır. Bir dənə sizdən istəkim budur. Vanya girdim, pul götürdüm, taksi fəaliyyətinə məşğul olmağa. Bir bəs şey nədir, bu təsadüf nəticəsində maşını əzdilər. Taksi yararsız hala düşdü. Bir yandan da bu böyle bu xəstəlik məni discharge olmuşam, onkoloji xəstəyəm, 3-cü dərəcəli. Sağalmağın üçün nə qədər pul lazımdır? Haradasa bir 1000 manat, 1200 manat verənsə, ayağa qalxmağıma ximiyyoterapiyadır, şuadır, bilirsiniz ki, havaydır, onkoloji. Qısa və konkret olaraq bu kişinin bu yaralarına, bu ağzında çarə var? Var. 2 dəfə şua vurulacaq bundan başqa, hərəsi 400-500 qiyməti var. 1000 manat. Sonra? Şuasına da 1200 manat həkim qiymət oxuyub. O şimdi indi biz izləyicilərimizlə 1000 manat yığsaq, sizə yarayar işimizə? Böyük köməkliyi olar bizə. Böyük köməkliyi olar? Böyük köməkliyi. Hansı xəstəxanada? Onkoloji xəstəxanada 20 yıl var. Gedəsiniz ora, mən də gələcəm ora, pul sahib verəcəm sizə. Buyurun. 2 dəfə, 3 dəfə düzələrsən də yəqin, hə? Yəqin. 19-unda ikinci şuasının vaxtıdır. Nədir? Dokumentlərim var. Dokumentdə bax burada. Ərzaq ehtiyacı, burada 3 kilo ət var bunun üstündə. İçində də 10 günlük ərzaq var. Halal xoşunuz olsun. Çox sağ olun. 1000 nəfər insan 1 manatdan atsa, bu kişinin bir dənə sağaldaq. 1000 manat, 1500 manat olsa bunların işi görülür inşallah. O işləsin, uşaqlarına baxsın.